Bu gümüş sikkəni və qaşığı aparıram əritməyə, külçalına gətirməyə. Onu daha sonra şəhərə ekspert aparacam. Görüm neçəyə sata bilirəm. Əvvəlandan başlayım ki, bu 1964-cü ilin Kennedy 50 sentidir. 90% gümüş, 10% misdir. Bunun 90% gümüşə zərb olunduğu son il olub mən biləni. Bunları gətirdim qohum rüfətin yanına, turba qaz alışqanı ilə əritsin. Əvvəl gümüş qaşıqdan başladıq, amma məlum oldu ki, tərkibində gümüş az miqdarda olub. Nəysə başqa bir köpəyoğlu material idi. 1000 dərəcədə də ərimirdi. Sonra keçdik 50 sentə. Yox, bu 50 sent. Sikkə çox keçdikdən sonra qıpqırmızı oldu. Və ehtiyat tədbirlər görmədiyimizdən belə bir yüngülvari qəza ortaya çıxdı. Gətir orada. Şəraitimiz olmadığı üçün fikirləşdik folqanın üstündə əridək. İkinci cəhddə bir xeyli əridi və qismən maye halına gəlsə də folqa bu istirablara tab gətirmədi. Belə bir nəticə oldu. Üçüncü cəhd. Həmin gətirdiyim qaşığın içində əritməyə qərar verdik. Xeyli əridi. Amma yenə də istədiyimiz xalis maye kütlə halına gəlmədi. Dördüncü cəhd. Bu dəfə alışqanın başlığını dəyişdik. Bu kadar da barut koyma oğlum. Amma defekti var idi, biraz qaz sızırdı. Nə qədər ərdim, tam istənilən nəticəni əldə edə bilmədik. Suya atdıq, belə bir kütlə ortaya çıxdı. Nəticədə belə bir kütlə alındı. İndi aparacam bunu şəhərə bu vəziyyətdə görək bunu neçə alırlar məndən.